dərslərinin maraqlı mövzularından biri tezisdir. Maraqlı fəaliyyətlərindən biri isə mətndə tezisi müəyyənləşdirmək, tezisin inkişafını izləməkdir. Tezis nədir? Onu necə müəyyən etməli? Tapşırıqları necə verib, necə yoxlamalı kimi suallarla müəllimlər mənə tez-tez müraciət edirlər. Buna görə də mən bu mövzunu çox təxirə salmadan izah etməyi lazım bildim. Tezis mətnin əsas fikridir, tezis mətnin əsas ideyasıdır, əsas mühakimə cümləsidir. Bu cümlələri çox eşitmisiniz, təsadüf etmisiniz dərsliklərdə. İbtidai siniflərdə məhz belə öyrədilir. 6-cı sinif Azərbaycan dili dərsliyində isə ilk dəfə olaraq tezisə açıq tərif verilir. Tezis doğruluğu faktlarla isbat olunan fikir, müddəa. Mənim münasibətim bu tərifədir. Həmin tərifə münasibət bildirmək üçün qısa bir mətn yazmışam. Mətni təqdim eləməklə mən həm tərifə münasibətimi bildirəcəm, həm də mətndə tezisi necə müəyyən etməli, onun inkişafını necə izləməli. Bu suala cavab verəcək izahlarımı sizə çatdıracağam. 6-cı sinif dərsliyində tezisə belə bir tərif verilib. Tezis doğruluğu faktlarla isbat olunan fikir, müddəa. Bu tərif niyə doğru deyildir? Tezis əsaslandırılmağa ehtiyac olan fikir deməkdir. Onu faktlarla isbat olunmuş müddəa adlandırmaq doğru deyildir. Çünki tezisin əsaslandırılması arqumentlərlə aparılır. Arqument isə fakt demək deyildir. Mətnin giriş hissəsini oxudum. Burada gördüyünüz kimi mən tezisə verilən təriflə razı deyiləm və mənim münasibətim, mənim mövqeyim belədir. Tezis əsaslandırılmağa ehtiyacı olan fikir deməkdir. Onu faktlarla isbat olunmuş müddəa adlandırmaq doğru deyildir. Və arqumentimi gətirirəm, yəni fikrimi əsaslandırıram. Çünki tezisin əsaslandırılması arqumentlərlə aparılır. Mənim bir arqumentim budur, digər arqumentim isə budur ki, arqument isə fakt demək deyildir. Arqument fakt deyil. Davamını oxuyuram. Mətnin əsas tezisi birbaşa faktlarla dəstəklənmir. Öncə arqumentlə əsaslandırılır, arqumentlər faktlarla dəstəklənir. Mətnin əsas hissəsinin ilk abzasında ideya cümləm budur və bu fikir cümləsi hansı arqumentin tezisi çevrilməsidir? Təbii ki, birinci arqumentin. Çünki tezisin əsaslandırması arqumentlərlə aparılır. Arqumenti mətnin əsas hissəsi